Pionerlər Məktəbinin 26-cı dərsinə xoş gəlmisiniz. Bu dərsi sizinlə bölüşmək imkanını səbirsizliklə gözləyirdim. Keçən dəfəki mövzunu biraz davam etdirəcəm. Lakin əsasən müxtəlif səviyyələr barədə danışacağam. Bəzi insanlar yenidən doğulmayıblar. Onların ehtiyacları ruhdan doğulmuş imanlıların ehtiyaclarından fərqlidir. İmanda gənc olanların ehtiyacları yenidən doğulmuş imanlıların ehtiyaclarından fərqlidir. Ataların isə ehtiyacı tam fərqlidir. Bunu başa düşmək lazımdır. Bugün kilsəyə baxsaq görəcəyik ki, bir çox yerlərdə körpələrə ət verilir. Körpəyə əti versəniz, körpə öləcək. Ya da gənc bir adama süd versəniz, bilin ki, o gənc süd içməklə böyüyüb ata olmayacaq. Qısa müddətdən sonra o ölə bilər. Çünki onun süddən fərqli olan qidaya ehtiyacı var. Onun böyüməsi və yaşaması üçün bərk qidaya ehtiyacı var. İmanlılar cəmiyyətlərini təşkil eləmək və ya imanlılar cəmiyyətlərini dəstəkləmək, imanlıları dikəltmək, imanlıları böyütmək, şagird hazırlamaq haqqında danışanda müxtəlif səviyyələrin olduğunu bilmək çox vacibdir. Biz insanların hansı səviyyədə olduğunu bilməliyik ki, onları şagird kimi uğurla yetişdirə bilək, böyüdə bilək. Düşünürəm ki, bu barədə təlimi bəyənəcəksiniz. Xeyir dualı olun. Pionerlər Məktəbinin 26-cı dərsində hər kəsi salamlayıram. Xoş gəlmisiniz. Allahın böyük işlərini görüb çox sevinirəm. Allah indi kilsəyə aid çox şeylər açır. Bütün dünyada bir çox insanların fəal işə başladığını görürük. Çoxları Allahı tanıyır, tövbə edir, vəftiz olunur. İnsanlar xəstələrə şəfa verməyi, cinləri qovmağı öyrənirlər. Biz Allahın heyrətamiz işlərini görürük. Allahın etdikləri getdikcə daha da böyüyür, artır və artır. Amma hələ öyrənməli olduğumuz çox şey var. Hələ çox görüləsi işlər var. Xüsusilə kilsəyə gəldikdə, Əhd-i Cədid imanlılar cəmiyyətinə gəldikdə, Allahın istədiyini etməliyik. Keçən dəfə mən kilsələr haqqında təlim verməyə başladım. Bu dəfə həmin mövzunu davam etdirəcəyəm. Bu barədə sizinlə söhbət eləmək imkanını səbirsizliklə gözləyirdim. Çünki bu barədə çoxlu açıqlamalar alıram. Əvvəllər bu qədər aydın görmədiyim məsələlər var. Biz çox şey öyrənirik. Bunu sizinlə böyük sevinclə bölüşürəm. Keçən dəfə biz İmanlılar Cəmiyyətinin bir ailə olduğu haqqında biraz danışdıq. İmanlılar Cəmiyyəti uşaq evi yox, ailə olmalıdır. Keçən dəfə uşaq evi ilə ailə arasında olan fərq barədə danışdım. Uşaq evində bir neçə rəhbər və çoxlu uşaqlar var. Uşaq evində rəhbərlər işdən sonra öz evlərinə, öz uşaqlarının yanına gedirlər. Bu, indiki kilsə müəssisəsi kimidir. Burada keşik gəlib işini görür. Bir çox insanlar isə oturub dinləyirlər. Sonra ailə də var. Burada valideynlər var. Valideynlər uşaqları böyüdürlər. Valideynlərin vəzifəsi uşaqları dünyaya gətirmək, onları böyütmək və sonra evdən köçməsinə imkan yaratmaqdır. Mən də bu barədə keçən dəfə danışdım. Həmçinin dedim ki, bir ailənin üzvü olmaq üçün həmin ailədə doğulmaq lazımdır. İmanlılar cəmiyyətinin üzvü olmaq üçün yenidən doğulmaq lazımdır. Eyni ruha, eyni deyintiyə, eyni istiqamətə, eyni fikrə sahib olmaq lazımdır. Əks halda Allahın istədiyi kimi ailə birliyini yaşaya bilməyəcəksiniz. Keçən dəfə bu haqda danışmışdım. Müxtəlif ailələr haqqında danışdım. Uşaqsız ailələr var. Uşaqlı, körpəli ailələr var. Biraz böyümüş uşaqlı ailələr var. Nənə-baba olan ailələr var. Bunların hamısı fərqli ailələrdir. Hamı üçün eyni üsuldan istifadə edə bilməzsiniz. Eyni proqramı hamı üçün istifadə edə bilməzsiniz. Çünki hər bir ailə fərqlidir. Bu, uşaqların olub-olmamasından, körpələrin olub-olmamasından, uşaqların yaşından asılıdır. Bütün bunlar barədə keçən dəfə danışmışdım. Əgər sonuncu dərsi görməmişsinizsə, ona baxmağınızı tövsiyə edirəm. Beləliklə, İmanlılar Cəmiyyətinin əsas öhdəliyi insanları böyütməkdir.
insanları böyütməkdir. Əvvəlcə insanlar yenidən doğulmalıdırlar. Sonra onları körpəlikdən uşaqlara, atalara və ya valideynlərə qədər böyütmək lazımdır. İmanlılar cəmiyyəti sadəcə üzvlərdən ibarət olmamalıdır. İmanlılar cəmiyyətinin əsas vəzifəsi insanları toplamaq deyil. İnsanları toplayan kilsələrlə çox rastlaşmışam. Amma acı həqiqət odur ki, həmin kilsədə 10-15 il ərzində toplaşan insanlar hələ də körpədirlər. Ruhani körpələrdir. 10-15 il müddətindən sonra hələ də başqa insanların gəlib onları yedirtməsinə ehtiyacları var. Bu səhvdir. Bu, Allahın bizə tapşırdığı iş deyil. Allah bizə insanları yetişdirməyi tapşırıb. Onlar böyüyüb yetkin olmalıdırlar. Biz bunu başa düşməliyik. İnsanların müxtəlif səviyyələrdə olduğunu başa düşməliyik. Çünki iri ət parçasını götürüb körpəyə versəniz, o körpə öləcək. Böyük adama süd versəniz, ola bilər ki, o böyük insan az müddət südlə yaşaya bilər. Amma müəyyən müddətdən sonra o da öləcək. O böyüyə bilməz. Körpələrə süd lazımdır. Böyüklərə isə ət lazımdır. Onlara bərk qida lazımdır. Əgər biz bunu başa düşməsək, imanlılar cəmiyyətindəki insanların hansı səviyyədə olduğunu başa düşməsək, insanları uğurla böyüdə bilmərik. Biz imanlılar cəmiyyətlərini Allahın istədiyi kimi təşkil etməkdə səmərəli olmayacağıq. Beləliklə, ümid edirəm ki, dərsə hazırsınız. İnsanların fərqli səviyyələrdə olduqları, yenidən doğulmaları, körpələrdən, gənclərdən və atalardan bəhs edəcəyəm. Bütün bunlar barədə danışandan sonra biz bunların hamısını bir araya gətirib yekunlaşdıracağıq. Yadınızdadırsa, mən əvvəlki dərslərdən birində imanlılar cəmiyyətləri haqqında danışanda demişdim ki, hər şey sadə olmalıdır. İmanlılar cəmiyyətinin işi Allahı sevmək, qonşularınızı sevmək və şagirdlər hazırlamaqdır. Kilsədə əsas məsələ bina deyil, işçi heyəti deyil, proqram deyil, büdcə deyil. Ola bilər ki, sizdə bina, işçi heyəti, proqramlar, büdcə var. Amma əhdi cədid imanlılar cəmiyyətinin nə olduğunu bilmirsiniz. Bütün bunlar sizdə ola bilər. Amma yenə də siz Allahı həqiqətən sevmədən, qonşularınızı sevmədən və şagird hazırlamadan kilsə həyatını yaşaya bilərsiniz. Dua ilə başlayaq. Allahım, gördüyün işlərə görə sənə şükür edirik. Müqəddəs ruhun üçün sənə şükür edirik. Kəlamında oxuduğumuz bu həqiqətə görə sənə minnətdarıq. Bu təlimi dinləyən hər kəs üçün dua edirəm. Onlar üçün bu bir vəhy olsun. Onların gözlərini aç, onlara həqiqəti görməyə kömək elə. Bu həqiqət onları azad eləsin. İnsanları uğurla böyüsünlər. Şagird hazırlasınlar. Müqəddəs ruhunla gəl və İsa'nın adı ilə bunu başa düşməyə bizə kömək elə. Amin. Ümid edirəm ki, hazırsınız. Bu kiçik bir giriş idi. İlk öncə deməliyəm ki, Allahın padşahlığında olmaq üçün insan ilk növbədə yenidən doğulmalıdır. Yəhyə 1, 12-13 oxuyacağam. Onu, yəni İsa Məsihi, qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. Yəni onu, İsa Məsihi, qəbul edənlərin hamısına, onun adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu. Şagirdlik nə vaxt başlayır? Əsl şagirdlik insanlar yenidən doğulduqdan sonra başlayır. Bütün insanlar Allahın yaratdıqlarıdır. Allah onları yaratdı ki, onlar Allahın ailəsinin üzvləri olsunlar. Allahın övladları olsunlar. Bunun üçün siz ruhdan doğulmalısınız. Şagirdlik nə vaxt başlayır? Yenidən doğulandan sonra. Əslində şagirdlik
Hətta insanların yenidən doğulduğundan əvvəl də başlayır. Amma bu həyat yaşamaq üçün, insanlarla işləmək üçün, onları böyütmək üçün onların yenidən doğulması lazımdır. Siz insanlarla oturub onlara müjdəni paylaşa bilərsiniz. Bir növ şagird hazırlamağa başlaya bilərsiniz. Ancaq başa düşməlisiniz ki, insanlar yenidən doğulmayanda onlar hələ də kördürlər. Onların başa düşmədikləri ruhani məsələlər var. Onlar bunu cismani ağılla başa düşə bilməzlər. Onlar ruhani cəhətdən kördürlər. 1 Korinflilərə 1:18 deyir. Çarmıx barəsindəki kəlam məhv yolunda olanlar üçün ağılsızlıq, xilas yolunda olan bizlər üçünsə Allahın qüdrətidir. İsa özü demişdi ki, bir kəs yenidən doğulmasa Allahın padşahlığına daxil ola bilməz. Beləliklə, çarmıx haqqında xəbər, ruhani məsələlər yenidən doğulmayanlar üçün ağılsızlıqdır. Bunu başa düşməliyik. Hələ də xatırlayıram ki, mən yenidən doğulmamışdan əvvəl dostumun yanına gəldim. Tommy adlı bir dostum var idi. O, axşamlar çarpayısında müqəddəs kitabı oxuyurdu. O, mənə Allahı necə tanıdığı barədə danışdı. Mən ona dedim ki, onun beyni yuyulub, bir sekta üzvü olub. Onlar onun pulunu güdürlər və o, bütün bunlardan uzaq durmalıdır. Onlar Yehovanın şahidləridir və s. Mən tənqidi münasibətdə olduğum üçün ona çox şey söylədim. Çünki tənqidçi olaraq böyümüşəm. Mən həqiqəti görmədim. Mən Tomminin beyninin yuyulduğuna tam inanırdım. O vaxt əmin idim ki, o Yehova şahidlər kimi bir sektəyə düşüb və bütün bunlardan uzaq durmalıdır. Sonra özüm yenidən doğuldum. Sonra gözlərim həqiqətən açıldı. Atamın yanına gələndə ona dedim, ata, mən Allahı tanıdım. Atam isə dedi, Torben, sənin beynini yuyublar. Bu, Yehovanın şahidləri kimi bir sektadır. Onlar ancaq sənin pulunu güdürlər. Sən belə şeylərdən uzaq durmalısan. Mən də atama dedim. Mən də bu sözləri Tommy'yə deyirdim. Amma bu düzgün yoldur. İndi bunu görürəm. Bu həqiqətdir. Atam bunu başa düşmədi. Gözləri hələ də ruhən bağlı olduğu üçün bunun həqiqət olduğunu görmədi. Ancaq bir neçə il sonra onun gözləri açıldı. O bunu başa düşdü. Çünki artıq yenidən doğulmuşdu. Sən yenidən doğulanda, mən yenidən doğulanda, əvvəldə südə ehtiyacımız olur. Mən həqiqəti acıyıb susamışdım. Allahın kəlamını acıyıb susamışdım. Fiziki dünyada olduğu kimi, uşaq dünyaya gələndə körpənin südə ehtiyacı olur. Körpəyə süd verməsəniz, uşaq ağlamağa başlayacaq. Beləliklə, mən Allahın kəlamına acıyıb susamışdım. Əvvəlki kimi günah işlətməyə davam edə bilmirdim. Niyə? Çünki mən yenidən doğulmuşdum. 1 Yəhya 3:7-10-da yazır. Ey övladlar, heç kəs sizi aldatmasın. Biz həqiqətən diqqətli olmalıyıq ki, heç kəs bizi bu məsələlərdə aldatmasın. Ruhdan doğulmaq nədir? Kim ruhdan doğulub, kim isə ruhdan doğulmayıb və s. Ey övladlar, heç kəs sizi aldatmasın. Salih iş görən şəxs, Məsihin salih olduğu kimi salihdir. Günahını davam etdirən şəxs iblisdəndir. Çünki iblis başlanğıçdan bəri günah edir. Allahın oğlu buna görə zühur etdi ki, iblisin əməllərini puça çıxarsın. Allahdan doğulan heç kəs günahını davam etdirməz. Allahdan doğulan heç kəs günahını davam etdirməz. Çünki Allahın toxumu onda qalır. O günahını davam etdirə bilməz. Çünki Allahdan doğulub. Kimin Allahın övladı, kiminsə iblisin övladı olması bundan aydın olur. Bundan aydın olur. Salih iş görməyən, həmçinin qardaşını sevməyən heç kəs Allahdan deyil. Bununla başlamaq istəyirəm. Çünki yenidən doğulmağın nə olduğunu başa düşməliyik. Şagird hazırlamaqda səmərəli olmaq istəyiriksə,
kimin tamamilə yenidən doğulduğunu və kimin yenidən doğulmadığını başa düşməliyik. Burada müqəddəs kitab aydın şəkildə göstərir ki, Allahdan doğulmuş kəs günah etmir. O günah etməyə davam edə bilməz. Deyilmir ki, o yıxılmır. Çünki o öyrənməlidir. O öyrənməlidir, yıxılmalıdır, səhv etməlidir. Yenidən doğulmuş imanlı səhv edir. Amma günahın köləsi olmamalıdır. Günahda davam etməməlidir. Bundan biz kimin Allahın övladları olub olmadığını görə bilərik. Bundan əlavə, qardaşlarını sevənlər, ünsiyyəti sevənlər ruhdan doğulmuş imanlılardır. Mən yenidən doğulanda günah işlətməyə davam edə bilmədim. Allahın kəlamını sevdim. Başqa imanlılarla birlikdə olmaq mənə lazım idi. Mən qardaşlarımı sevirdim. Mənə ünsiyyət lazım idi. Heç kimin gəlib mənə bunu öyrətməsinə ehtiyacım olmayıb. Heç kimin gəlib məndə bunu yetişdirməsinə ehtiyac yox idi. Çünki bu ruhdan gəldi. İçimdəki ruh elə etdi ki, daha günahda davam edə bilmədim. Allahın ruhu elə elədi ki, mən Allahın kəlamını sevdim. Mən həqiqəti axtarırdım. İçimdəki ruh elə elədi ki, imanlılarla ünsiyyəti sevdim. Mən digər imanlılarla ünsiyyət qurmaq istəyirdim. Amma bugün görürəm ki, biz şagird hazırlayanda bu kimi şeylər çox vaxt olmur. Biz Allahın kəlamına sevgisi olmayan insanları, günahlarını sevən insanları, günah içində rahat yaşayan insanları şagird etməyə çalışırıq. Biz əslində ünsiyyəti sevməyən, digər imanlılarla ünsiyyət etməyə can atmayan insanları şagird etməyə çalışırıq. Ola bilsin ki, biz onları ilıq xristiyanlar adlandırırıq. Amma gəlin bunu olduğu kimi adlandıraq. Onlar yenidən doğulmayıblar. Onlar yenidən tam doğulmayıblar. Əgər onlarda bunlar yoxdursa, onlar tam olaraq yenidən doğulmayıblar. Çünki bir ağacı meyvəsindən tanıya bilərik. Əgər lazım olan meyvələr yoxdursa, o yaxşı ağac deyil, Allahın ağacı deyil. Gedib meyvələri budaqlara yapışdırmaq əvəzinə biz təmələ, ağacın kökünə diqqət yetirməliyik. Əgər bu şeylər insanın həyatında yoxdursa, müjdiyə qayıtmaq lazımdır. Biz onların yenidən doğulmasına kömək eləməliyik. Çünki onlar yenidən doğulduqda, həqiqətən də yeni doğuş yaşadıqda həmin insanlar avtomatik olaraq bar verəcəklər. Onlarda Allahın ruhu olanda, onlar günah etməyə davam edə bilməzlər. Onlarda Allahın ruhu olanda, onlar həqiqətə can atacaqlar. Onlarda Allahın ruhu olanda, onlar digər imanlılarla ünsiyyətə can atacaqlar. Bu üç şey onlarda olanda, biz onlarla işləməyə başlaya bilərik. Onları öyrətməyə başlaya bilərik. Şagirdlik işini başlaya bilərik. Bu asan olacaq. Onlar böyüyəcəklər. Amma bu üç şey yoxdursa, biz çox vaxt itirəcəyik. Bunu istəməyən insanlarla işləməyə çalışacağıq. Davam edirəm. Hələ ruhdan doğulmayan insanlar var. Onlar ruhani insanlar deyirlər. Kilsədə olduqlarına baxmayaraq, onlar ruhdan doğulmayıblar. Onların Allaha və onun kəlamına ehtiyacları yoxdur. Onların salihliyə ehtiyacları yoxdur. Günah içində yaşayırlar. Məsihin bədənində olmağa can atmırlar. Onlar imanlı qardaşlarını sevmirlər. Onlarla görüşəndə onların hansı səviyyədə olduqlarını başa düşməliyik ki, onlara səmərəli kömək edə bilək. Bəs bu insanlara nə lazımdır? Bu insanların ehtiyacı yoxdur ki, kimsə gəlib onları kilsəyə dartıb aparsın. Gəl, sən imanlılar cəmiyyətinə gəlməlisən, ünsiyyət eləməlisən. Bundansa onların ehtiyacı var ki, kimsə gəlib bu sözləri desin. Otur söhbət edək, sənə təlim lazımdır. Onlara çatışmayan mövzuları onlara öyrətməyə çalışın. Belə vəziyyətdə olan insanların müjdəyə çox ehtiyacı var. Onların ehtiyacı var ki, kimsə onlarda nəyinsə çatışmadığını görsün. Onları artıq imanlı kimi öyrətməyə əvəzinə onlarda çatışmayan cəhətləri görməliyik.
Onların müjdəyə ehtiyacı var. Onlar yenidən doğulmalıdırlar. Onlar tamamilə yenidən doğulduqda bu şeylər onların həyatında olacaq. Bunu çox görmüşəm. Kilsələrdə ruhani mövzuları istəsələr də başa düşməyən insanları görmüşəm. Onlar yenidən doğulduqlarını düşünürlər. Digər insanlar da onların yenidən doğulduqlarını düşünürlər. Biz onları ilik xristianlar adlandırırıq və ya pis meyvə gətirən, yenidən doğulmuş xristianlar adlandırırıq. Amma vaxt ayırsanız, birlikdə oturub onlara müjdəni izah eləsəz, onlar ilk dəfə bunu həqiqətən başa düşəcəklər. Onlar həqiqətən yenidən doğulacaqlar. Əsaslı dəyişiklik baş verəcək. Onlar təbii yolla meyvə gətirəcəklər. Uzun illər kilsədə oturandan sonra qəfildən onlarda Allahın kəlamına qarşı aclıq, susuzluq yaranır. Onlar ac olurlar. Onları az etməyə çalışmaq lazım deyil. Bu müqəddəs ruhdan gəlir. Birdən onlar daha günahda yaşamaqda davam edə bilmirlər. Biz daim onların başının üstündə durub deməməliyik. Bunu eləmə, onu eləmə. Bu düzgün deyil. Bu müqəddəs ruhdan təbii olaraq gəlir. Birdən onlar ünsiyyətə can atırlar. Başqaları ilə birlikdə olmaq istəyirlər. Ehtiyac yoxdur ki, hər dəfə toplantıdan əvvəl biz gedib onları maşına mindirək və imanlılar cəmiyyətinə gətirək. Toplantıya gəlmək lazımdır və s. Çünki bu yorucudur. Şagird olmağı istəməyən insanları şagird etməyə çalışsaz, bu sizə zülm olacaq. Siz onda heç bir meyvə görməyəcəksiniz. Bu çox yorucudur. Ancaq onlar yenidən doğulduqdan sonra bu təbii olur. Oturub onlara müjdəni izah etmək üçün vaxt lazımdır. Buna vaxt sərf edin. Ancaq tələsib irəli getməyin. Bir çox başqa şeyləri öyrətməyə çalışmayın. Müjdəyə qayıdın. Təməli qurmağı onlara kömək eləyin. Beləliklə, bu yenidən doğulmaq haqqında idi. Bunların hamısını sonra bir araya gətirəcəyəm. Növbəti dərslərdə bu sizə daha aydın olacaq. Sonra imanlılar cəmiyyətində belə adamlar da var. Bu barədə bir nümunə gətirmək istəyirəm. Mən bir müddət əvvəl Kanadada idim. Kilsələrin birində bir kişi ilə tanış oldum. O 3 ay idi ki, kilsədə idi. Mən ondan soruşdum. Bəs sən Allahı necə tanıdın? O dedi, yox, hələ yox. Hələ yox? Tamam. Suda vəftiz olmusan? Xeyr. Tamam, dillərdə danışırsan, müqəddəs ruhu qəbul etmirsən? Xeyr. Ondan soruşdum, niyə? O dedi, bilmirəm. Onda kilsə rəhbərlərinin yanına getdim və dedim, sizə bir sualım var. Burada bir nəfər var, 3 aydır ki, sizinlədir. O suda vəftiz olunmayıb, o müqəddəs ruhu almayıb, o hələ Allahı tanımır. O yenidən doğulmayıb. Niyə? Kilsə rəhbərləri dedilər, bilmirik. Dedim, nə? Onlar belə hesab edirdilər ki, insanlar onların toplantılarına gəlsələr, bu avtomatik olaraq baş verəcək. Allah özü elə edəcək ki, onlar ruhdan doğulacaqlar. Halbuki, bu bizim işimizdir. Təmasda olduğumuz insanların qeydinə qalmaq bizim işimizdir. Biz gözləməməliyik ki, onlar öz-özünə necəsə ruhdan doğulacaqlar. Biz bunu istəyən və ya Allahı axtaran insanları görəndə onları oturtmalıyıq. Onlarla bircə oturub onlara müjdəni yaxşıca izah etməliyik. Pionerlər məktəbinin 8-ci dərsində müjdəni necə paylaşmağın lazım olduğunu izah etmişəm. Həmin gün o toplantıda nə elədim? Hamıya dedim, qulaq asın, mən indi bu oğlanla burada oturacağam. Hamınızın qarşısında ona müjdəni danışacağam. Bugün ona danışdığım müjdəni siz ona 3 ay əvvəl danışmalıydınız. Həmin gün mən onunla birlikdə oturdum. Ona müjdəni danışdım. O, müjdəni eşitdikdən sonra tövbə elədi. Günahın nə olduğunu heç kim izah eləmirsə, İnsan necə tövbə edə bilər? O suda vəftiz olundu. Biz vəftiz etməsək, o necə vəftiz oluna bilər? Əllərimi onun üzərinə qoydum və o müqəddəs ruhu qəbul etdi. O, həmin gün yenidən doğuldu. O, əvvəllər yaşamadığı alovu qəbul elədi. Onun həyatı dəyişdi. Acınacaqlı həqiqət budur ki, əgər mən orada olmasaydım, həmin gün bunu etməsəydim, ola bilər ki, o kilsədə 2-3 aydan sonra düşünərdi. Yaxşı, Allah məni istəmir. Heç nə olmadı. O imanlıların qəlbində alov var. Məndə isə bunlar yoxdur. Bəlkə məndə nəsə səhvdir. Sonra o çıxıb gedir. Bununla çox qarşılaşmışam. İnsanların kilsəyə gəldiyini, kilsədə bir müddət olmasını görmüşəm. Kilsədə bir müddət olandan sonra onlar çıxıb gedirlər. Çünki heç kim vaxt ayırıb onların yenidən doğulmasına kömək eləmədi. Bunu başa düşmək çox vacibdir.
Amma insanlar dinləmək istəmirlərsə, oturub müjdəni eşitmək istəmirlərsə, biz onların dalınca qaçmamalıyıq. Əllərinizdən, ayaqlarınızdan tozu çırpıb irəli gedin, davam edin. Çünki şagird olmaq istəməyən insanları şagird edə bilməzsiniz. Mən bunu kilsələrdə çox görmüşəm. Şagird olmaq istəməyən insanları, illər ərzində şagird etməyə çalışan insanları görmüşəm. İsa radikaldır. İsa Matta 7:6-da belə deyir. Müqəddəs olan itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın. Yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar. İsa bunu deyir. Bu sözlərin mənası nədir? Müqəddəs olan itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın. Yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar. Bu sözlərin mənası nədir? İsa'nın dediyi odur ki, müqəddəs olanı bunun qədrini bilməyən insanlara verməyin. Bunun qədrini bilməyən insanlara müqəddəs olanı verməyin. Çünki onlar sizə qarşı çıxıb sizə hücum edəcəklər. Buradakı itlər və donuzlar dünyapərəst kişi və ya qadınların rəmzidir. Sizin onlara verdiyiniz şeyin qədrini bilmirlər. İtə verdiyiniz yeməyin böyük restoranın aşpazından ya da zibildən gəlməsi itin vecinə deyil. Mirvarini isə donuzlara versəniz, donuzlar mirvarinin qədrini bilməzlər, ona dəyər verməyəcəklər. Eyni şəkildə biz vaxtımızı, enerjimizi, pulumuzu müjdəni eşitmək istəməyən insanlara sərf etməməliyik. Biz azad olmalıyıq. Şagird hazırlamaq istəyirsinizsə, səmərəli olmaq istəyirsinizsə, öyrənmək istəyən insanlara kömək edin. Onlarla uzağa gedin, axıra qədər gedin, fədakarlıq göstərin, pulunuzu xərcləyin. Bu həyatı yaşamaq istəyən adamlara lazım olan hər şeyi verin. Bu həyatı yaşamaq istəyən insanlara kömək eləmək lazımdır. Onlara kömək edin. Amma bunun qədrini bilməyən, bunu istəməyən insanlara isə ayağınızın tozunu çırpıb yolunuza davam edin. Əks halda heç bir bəhrə verməyən insanlara uzun müddət vaxt sərf edəcəksiniz. Beləliklə, bu çox vacibdir. Davam etməliyik. Beləliklə, yenidən doğulmayan insanlar var. Ağacı meyvəsindən tanıya bilərsiniz. Əgər onlarda Allahın kəlamına maraq yoxdursa, ünsiyyətə can atmırlarsa, salihliyə qarşı həsrət yoxdursa, onlara müjdəni danışın, onlara belə kömək edin. Əgər onlar müjdəni qəbul etmək istəmirlərsə, yolunuza davam edin. Ancaq onlar yenidən doğulandan sonra, onlar körpələr kimi olurlar. Onlar balaca uşaqlar kimi olurlar. Yenidən doğulanların bəziləri xristiyan ailələrdə böyüyüblər. Ona görə də digərləri ilə müqayisədə daha çox şey bilirlər. Bəziləri isə tamamilə kilsədən kənarda idilər, heç nə bilmirlər. Həmçinin, kilsədə bir çox insanlar var ki, yenidən doğulublar, amma hələ körpədirlər. Onlar hələ ruhən yetişməyiblər. Çox vaxt kilsələrdə də problemlər görürük. Paul 1 Korinflilərə 3:1-3-də bu barədə yazır. Ey qardaşlar, mən sizinlə ruhani insanlar kimi deyil, cismani təbiətə görə yaşayan, Məsihdə körpə olan insanlar kimi danışa bildim. Mən sizi bərk yeməklərlə deyil, südlə qidalandırdım. Çünki bərk yeməklərə hazır deyildiniz. Paul bunu başa düşürdü. İmanlılar cəmiyyətində olan insanlara müraciət edəndə bilirdi ki, orada yetkin insanlar var, ata kimi olan insanlar var. Amma körpə kimi, kiçik uşaqlar kimi olan insanlar da var. Paulun körpələrə verə biləcəyi təlim, daha yetkin imanlılara verə biləcəyi təlimlə eyni deyildi. Davam edirik. İbranilərə 5:11-14. Bu mövzuda deyiləsi sözümüz çoxdur, amma bunları izah etmək çətindir. Çünki sizin qulağınız ağır eşidir. Siz artıq müəllim olmalıydınız. Siz artıq müəllim olmalıydınız. Artıq başqalarını öyrətməliydiniz.
Amma kimsənin sizə təkrarən Allahın kəlamının ibtidai təlimlərini öyrətməsinə hələ də möhtacsınız. Siz bərk yeməyə yox, südə möhtac olmusunuz. Südlə bəslənən hər kəs körpə olduğu üçün salihlik barəsində olan kəlamda təcrübəsizdir. Bərk yemək isə yetkinlər, yəni duyğularını xeyirlə şəri ayırt etməkdən ötürü həssas edənlər üçündür. Biz burada, bu mətndə görürük ki, Məsihdə körpələr var, uşaqlar var, daha yetkin insanlar var. İnsanlar var ki, uzun müddətdir ki, imandadırlar. Çoxdandır ki, başqalarını öyrətməlidirlər. Lakin bu insanlar başqalarını öyrətməyə əvəzinə özləri ibtidai təlimə ehtiyac duyurlar. Yetkin olmağa əvəzinə onlar hələ də körpədirlər. Onlara süd lazımdır. Onlar salihlik barəsində olan kəlamda təcrübəsizdirlər. Onlar hələ də yaxşı və pisi ayırt edə bilmirlər. Bizim işimiz budur. Bizim işimiz insanları böyütməkdir. Düzgün ünsiyyət etmək lazımdır. Uzun illər ərzində yetişməyən, bir çox yetkin olmayan körpələrlə düzgün ünsiyyət etmək qeyri-mümkündür. Düzgün ünsiyyət odur ki, bu körpələr böyüyürlər, yetkin olurlar. Onlar Məsihdə böyüyürlər. Artıq onlar körpə deyirlər. Salihlik barəsində olan kəlamda artıq təcrübəsiz deyirlər. İndi onlar başqalarını öyrətməyə hazırdırlar. Bu, təkcə beşgüşəli xidmətlə əlaqəli deyil. İndi bu barədə danışacağam. Kilsə anlayışı. Bir araya gəlməyin məqsədi insanları böyütməkdir. Təkcə sayda deyil, keyfiyyətcə böyütməkdir. Ruhdan doğulmayan insanlar yenidən doğulmalıdırlar. Onlar körpə olaraq davam etmirlər. Onlar böyüyüb gənc olurlar. Sonra böyüyüb ata olurlar. Sonra özlərinin körpələri olur. Həmin körpələr böyüyüb gənc olurlar. Onlar da böyüyüb ata olurlar. Onların da körpələri olur. Fiziki həyatda olduğu kimi. Gəlin Efeslilərə 4, 11-16-nı oxuyaq. Özü kimini həvari, kimini peyğəmbər, kimini müjdəçi, kimini çoban və müəllim təyin etdi. Ənamların sayı çoxdur. Allah ənamları verir. Bunun səbəbini 12-ci ayədə oxuyuruq. Məsihin bədəninin inkişafından ötürü xidmət vəzifəsini yerinə yetirmək üçün müqəddəsləri təmin etsinlər. Bunun nəticəsində hamımız imanda və Allahın oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə, Məsihin tam yetkinlik həddinə çatacaq. Biz yetkinləşirik. Allahın oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə qədər yetkinləşirik. Nəticədə biz artıq insanların kələkbazlığı ilə, bizi yoldan azdırmaq üçün hazırladıkları hilələrlə, cürbəcür təlimin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmuruq. Əksinə, məhəbbətlə həqiqəti yerinə yetirərək, bədənin başı olan Məsihə bənzəmək üçün hər tərəfli böyüyək. Bütün bədən onunla birləşdiyi üçün, hər buğumun köməyi ilə üzvü surətdə ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir. Bunu izah eləmək istəyirəm. Biz niyə bir yerə toplaşırıq? Biz müqəddəsləri təmin etmək üçün bir yerə toplaşırıq. Nəticədə biz Məsihin bədəni olaraq böyüyürük. Məsihdə yetkin oluruq. Daha uşaqlar deyilik. Uşaq olmaq nədir ki? Uşaq olmaq, insanların kələkbazlığı ilə, yoldan azdırmaq üçün hazırladıkları hilələrlə,
cürbəcür təlimin küləyi ilə çalxalanmaq və ora-bura sürüklənmək deməkdir. Uşaqlar yaxşı ilə pisi ayırt edə bilmirlər. Onlar aldanırlar. Biz Məsihin bədənini inkişaf etdirməliyik. Körpələrə nəzər salaq. Körpələr ruhdan doğulublar. Onlar körpədirlər. Onlar balaca uşaqdırlar. Onlar salihlik barəsində olan kəlamda təcrübəsizdirlər. Yenidən doğulublar, lakin hələ yetkin deyirlər. Onlar yenidən doğulublar. Allahın kəlamına qarşı onlarda acılıq, susuzluq var. Onlar yenidən doğulur və salihliyə can atırlar. Onlar hələ də bu sahədə bacarıqsızdırlar. Yenidən doğulublar. Onlar digər imanlılarla ünsiyyətə can atırlar. Lakin hələ yetkin deyirlər. Körpə olanlar olduqları səviyyədən öyrənib böyüməlidirlər. Onlara böyük ət parçasını verib deməyin, bunu götür, bunu ye, gələn həftə görüşənədək. İnsanlar körpə olanda onlara bərk qida yox, süd lazımdır. Onları öyrətmək üçün başqa insanlara ehtiyacları var. Onları qidalandırmaq üçün başqa insanlara ehtiyacları var. Sonra əvvəllər oxuduğumuz kimi gənclər və ya daha yetkin insanlar var. Gənclər dövrünü yaşayan imanlılar var. Gənclər. Onlar müstəqil yemək yeyə bilirlər. İndi onlar Allahı tanımağı və ona etibar etməyi öyrənirlər. Deməli, bu cavanlar özlərini yedizdirə bilirlər. Bərk yeməklərin ötəsindən gələ bilirlər. Pisi, yaxşını, xeyirlə şəri ayıra bilirlər. Onlar böyüyürlər. Onlara nə lazımdır? Onlara təlim lazımdır. Onların əvvəlki kimi südə ehtiyacları yoxdur. Onların təlimə ehtiyacı var. Onların imanda ata olmaq üçün köməyə ehtiyacı var. Mən başqa bir ayə oxumaq istəyirəm. Burada müxtəlif səviyyələr haqqında oxuyacağıq. Siz bunu başa düşməlisiniz. 1-ci Yəhya 2, 12, 14. Ey övladlar, kiçik övladlar, körpələr, sizə yazıram. Ey övladlar, sizə yazıram. Çünki onun adı naminə günahlarınız bağışlanıb. Ey atalar, sizə yazıram. Çünki başlanğıçdan bəri var olanı tanıyırsınız. Ey gənclər, sizə yazıram. Çünki şər olana qalib gəlmisiniz. Ey atalar, sizə yazdım. Çünki başlanğıçdan bəri var olanı tanıyırsınız. Ey gənclər, sizə yazdım. Çünki güclüsünüz. Allahın kəlamı sizdə qalır. Şər olana da qalib gəlmisiniz. Yəhya bunları yazır. Kiçik övladlar, mən bunu sizə yazıram. Gənclər, bunu sizə yazıram. Atalar, bunu sizə yazıram. Yəhya atalara yazır. Ey atalar, sizə yazdım. Çünki başlanğıçdan bəri var olanı tanıyırsınız. Yaxud başqa sözlərlə desək, ey atalar, siz Allahı tanıyırsınız. Siz Allahı çoxdan tanıyırsınız. Sizin Allahla ünsiyyətiniz var. Siz Allahı tanıyırsınız. Siz artıq çoxdandır ki, buradasınız. Uşaqların görmədiyi şeyləri siz görürsünüz. Körpələrin başa düşmədiyi şeyləri siz başa düşürsünüz. Siz artıq atasınız. Siz artıq, burada yazdığım kimi, imanda yetkinsiniz. Başqaları sizə baxır və sizdən nümunə götürür. Bir ata kimi artıq sizin öz övladlarınız var. Bəs atalara nə lazımdır? Onların südə ehtiyacı yoxdur. Onları ruhlandırmaq lazımdır ki, gələcək nəsil üçün yanlarında olsunlar. Atalar başqalarını iman baxımından yetişdirib özləri kimi etməlidirlər. Bu işdə atalara kömək lazımdır. Ey bu dərsi dinləyən insan, sən bu 4 nəfərdən birisən. Ruhdan doğulmamış, körpə, gənc, ata.
Ola bilsin, bu videoya baxırsan və hələ yenidən doğulmamısan. Yenidən doğulub doğulmadığını necə bilə bilərsən? Yenidən doğulan adamın bəhrəsi səndə varmı? Əgər yoxdursa, yenidən doğulmalısan. Öz-özünə bu sözləri deməklə ruhdan doğulmayacaqsan. Özümü ələ almalıyam. Allahın kəlamına acılıq hiss etməliyəm. İmanlılarla ünsiyyətə can atmalıyam. Mən salih olmaq arzulamalıyam. Xeyr, sizə müjdə lazımdır. Sizə yenidən doğulmaq lazımdır. Çünki müqəddəs ruh bütün bunları sizin daxilinizdə özü edəcək. İndi ruhdan doğulanlar barədə deyəcəyəm. Yaşınızdan asılı olmayaraq, siz imanda körpəsiniz. Ruhən körpə olan adama ataların və gənclərin ehtiyac duyduğu şeydən fərqli olan bir şey lazımdır. Gənclər, əgər siz artıq ibtidai təlimi başa düşmüsünüzsə, artıq böyümüsünüz. Bir gənc olaraq sizə körpələrdən fərqli bir şey lazımdır. Atalara da fərqli bir şey lazımdır. Burada vacib olan odur ki, biz insanların hansı ruhani səviyyədə olduqlarını başa düşməliyik. Onların ruhani həyatlarında harada olduqlarını başa düşməliyik. Paul imanda fərqli ruhani səviyyədə olan adamlara fərqli müraciət edirdi. Biz gəncdən tələb etdiyimiz şeyi körpədən tələb edə bilmərik. Bu yaxında Davud adlı nəvəm dünyaya gəlib. O, uşaq bezini batıranda biz sevinirik. O körpədir, bezini batırıb. O körpədir, onun hələ bir yaşı yoxdur. Biz ondan çox şey tələb etmirik. Biz onun qayğısına qalırıq. Biz onun üçün çox şey edirik. Biz ona ət vermirik. O bizimlə kabab yemir. Bizim yanımızdadır. Amma biz ona başqa yemək veririk. Amma Davudun yeməyini 16-17 yaşında olan yeniyetmə qızımıza versək, o ac qalacaq. O bu yeməklə böyüməyəcək. Daim körpənin yeməyini yesə, elə bir vaxt gələcək ki, onun inkişafı dayanacaq. Bəzi kilsələr eyni şeyi təkrar edirlər. Onların əsas məqsədi kilsəyə insanları cəlb etməkdir. Bəlkə də onlar insanların ruhdan doğulmasına kifayət qədər diqqət yetirirlər. Bəlkə də onlar bunu yaxşı bacarırlar. Lakin yenidən doğulmuş bu insanlar ildən ilə eyni qidaya ehtiyac duymurlar. Onlara başqa bir şey lazımdır. Mən bunu belə başa düşürəm. Kilsə çoxlu müxtəlif uşaqları olan bir qurum olmamalıdır. Kilsə bir ailə olmalıdır. Burada atalar, körpələr və uşaqlar olmalıdır. İnsanların hansı səviyyədə olduqlarını başa düşmək lazımdır. Onların səviyyəsini biləndən sonra biz onlara kömək edirik. Biz insanların ruhani səviyyəsini başa düşərək onlara kömək edirik. Onların ehtiyacları fərqlidir. Gəlin körpələri götürək. Körpələrimiz olanda nə edirik? İnsanlar yenidən doğulurlar. Onlara nə lazımdır? Onlara böyümək üçün vaxt lazımdır. Mən bura yazmışam. Böyümək üçün vaxt lazımdır. Biz körpələrdən çox şey tələb etmirik. Onların hələ bacarıqları yoxdur. Onlara süd lazımdır. Onlar çoxlu hücumlarla üzləşirlər. Onlar hələ iblisə qalib gəlməyiblər. Mən daha sonra iblisə qalib gəlmək barədə danışacağam. Körpələrin böyüməsi üçün vaxt lazımdır. Onlar səhv edirlər. Salihliyə gəldikdə isə onlar hələ təcrübəsizdirlər. İman baxımından daha yetkin olan bizlər üçün çox vacibdir ki, imanda körpə olduğumuz dövrü xatırlayaq. Haradan gəldiyimizi unutmayaq. Özümə qarşı yüksək tələblərim var. Birlikdə işlədiyim, əqidələri güclü olan gənclərə yüksək tələblər var. Amma körpələr səhvlər edirlər. Onlar hücumlara məruz qalırlar. Biz onlara kömək etməliyik. Bizə çoxlu səbr lazım olacaq. Onlar yenə günaha batacaqlar. Onlar yenə günah edəcəklər. Onlar mübarizə aparacaqlar, ağılsızlıq edəcəklər. Amma onlar körpədirlər. Onlardan daha nə gözləyə bilərik? Biz bunu olduğu kimi qəbul etməliyik. İnsanlara böyümək üçün vaxt verməliyik. Biz onlardan həddən çox şey tələb etməməliyik. Deməli,
Körpələrin ehtiyacları fərqlidir. Yəhya körpələrə, övladlara, kiçik uşaqlara yazanda nə deyirdi? Yəhyanın yazdıqlarını daha əvvəl oxuduq. O dedi: "Ey övladlar, günahlarınız bağışlanıb." İnsanlara günahlarının bağışlandığını anlamağa kömək etməliyik. Biz onlara Məsihdə kim olduqlarını anlamağa kömək etməliyik. Sonra isə günah və ya səhv bir şey etdikdə onlara yenidən bağışlanmanı qəbul edib yenidən ayağa qalxmağı öyrətməliyik. Biz bunu başa düşməliyik. Çünki onlar günaha batacaqlar. Onlar mübarizə aparacaqlar. Onlar hücuma məruz qalacaqlar. Sonra biz onlara Allahın kəlamını verməliyik. Ancaq onlara süd lazımdır. Biz onlara sadəcə müqəddəs kitabı verib deyə bilmərik. Budur müqəddəs kitab. Evə get və onu oxu. Mən yenidən doğulanda kimsə mənə belə demişdi: "Torben, get müqəddəs kitabı oxu." Müqəddəs kitabı oxumaq üçün evə getdim. Mən heç vaxt müqəddəs kitabı açmamışdım. Beləliklə, Hakimlər kitabından başladım. Qiyamət günü haqqında oxumaq istəyirdim. Düşündüm ki, bu barədə orada oxuya bilərəm. Müqəddəs kitabın Əhd-i Ətiq və Əhd-i Cədid hissələrindən ibarət olduğunu bilmirdim. Bilmirdim ki, müjdələr çarmıqdan əvvəlki dövrü təsvir edir. Müjdələrdən məsihçi həyatını yaşamağı öyrənmək qeyri-mümkündür. Mən müqəddəs ruh, çarmıq, yeni əhd, həvarilərin işləri kitabının mövzusu haqqında bilmirdim. Biz körpələrə kömək etməsək, onlar da bunu bilməyəcək. Mən deyərdim ki, əgər aramızda imanda körpə varsa, onlara müqəddəs kitabı təqdim edin. Onlarla birlikdə müqəddəs kitabı oxuyun. Əhd-i Ətiq, Əhd-i Cədid hissələrini onlara göstərin. Onlara İsa'nın sözlərini oxuyun. İsa'nın nə dediyini izah edin. İsa'ya qayıdın. Ruhdan doğulmaq haqqında onlara danışın. Onlara Həvarilərin işləri kitabını, ilk məsihçilər haqqında danışın. Romalılara məktubu və bunların hamısını bir-bir izah edin. Onlara kömək edin. Onlarla birlikdə müqəddəs kitabı oxuyun. Onlar hücuma məruz qalırlar. Onlar hələ iblisə qalib gəlməyiblər. Biz bunu başa düşməliyik. İnsanlar yenidən doğulanda şeytan buna nifrət edir. O, başlanğıçda onlara çox hücumlar edir. Biz Musa ilə, İsa ilə də bunu görmüşük. Musa dünyaya gələndə ölüm təhlükəsi ilə üzləşdi. O zaman Firon bütün körpələri öldürtdürürdü. Əslində, bütün körpələri öldürtdürürdü. Firon Musanın da ölümünü istəyirdi. İsa'nın da körpəliyində bunu görürük. Çünki Musa əlbəttə ki, İsa'nın rəmzidir. Amma İsa və onun valideynləri əslində Misirə getməli oldular ki, İsa sağ qalsın. Şeytan bizə nifrət edir. Şeytan insanların yenidən doğulmasına nifrət edir. Buna görə də başlanğıçda xüsusilə çoxlu hücumlar olur. Mən özüm də yenidən doğulanda çoxlu ruhani hücumlara məruz qalırdım. Bu bir müddət davam edir. Deyərdim ki, ilk 3-4 ay ərzində davam edir. Həmin dövrdə mən dəfələrlə imandan dönmək təhlükəsi ilə üzləşirdim. Çətin idi. Evə qayıtmaq çətin idi. Məktəbdəki köhnə dostlarımla görüşmək çətin idi. Onlar məni birlikdə gedib içməyə dəvət edirdilər. Özümə deyirdim, hə, bu səhvdir, amma heç nə demirəm. Yaxşı, gedək içək, amma yox, içmək istəmirəm. Çətin idi, mübarizə gedirdi. Mən isə hələ körpə olduğum üçün səhvlər edirdim. Mən körpə idim, salihlikdə bacarıqsız idim. O vaxt mənə nə lazım idi? Mənə məsləhət verə biləcək insanlar lazım idi. Mənə kömək edə biləcək insanlar lazım idi. Mənimlə dua edən, mənim üçün dua edə bilən insanlara ehtiyacım var idi. Yadımdadır, bir neçə il əvvəl bir kilsədə idik. 3 gənc Məsihə gəldi. Qısa müddətdən sonra, 1-2 aydan sonra birdən onların hamısı yoxa çıxdı. Hamısı çıxıb getdi. Biz fikirləşirdik, onlar hardadılar? Sadəcə yoxa çıxdılar. Onda mən və dostum bir araya gələrək dedik, yox, gəl onlar üçün dua edək. Şeytan yalançıdır.
O, bu dəfə qalib gəlməyəcək. Biz ruhda səlahiyyətlə dua etdik. Biz şeytana əmr etdik ki, İsa'nın adı ilə indi onları tərk etsin. Biz o gənclər üçün dua elədik. Şeytan onları tərk etsin. Allahın başladığı iş yerinə yetirilsin. Hər hücum yox olsun. O gənclər üçün dua elədik, dua elədik, dua elədik. Həmin axşam qonaq otağımızda evimizdə bir ev toplantısı keçirirdik. Kimsə qapını döydü. Qapını mən açdım. Onlardan biri gəlmişdi. Ona dedim: "Nə yaxşı gəldin. Səni görmək çox xoşdur." O təəccübləndi. Mən dedim: "Bilirsən, bu axşam hamı bizdə yığışıb." O dedi: "Yox, bilmirdim. Sadəcə hiss elədim ki, gəlməliyəm." "Lap yaxşı, içəri keç." 5 dəqiqədən sonra qapı yenə döyüldü. Açdım. O biri oğlan gəlmişdi. "Xoş gördük. Hiss elədim ki, bu axşam buraya gəlməliyəm." "Çox yaxşı. Keç içəri." 5 dəqiqədən sonra 3-cü oğlan gəldi. Üçü də gəlmişdi. Bir-biriləri ilə danışmamışdılar. Toplantı keçirdiyimizi bilmirdilər. Amma üçü də gəlmək lazım olduğunu hiss eləmişdi. Onların üçü də böyük hücumlardan keçirdilər. Şeytan günahla, şübhə ilə, qorxu ilə gəlmişdi. Onlar hücum altındaydılar. Biz güclü olanlar onların yükünü daşımalıyıq. Biz imanı güclü olanlar zəiflərə kömək etməliyik. Allahı tanıyan bizlər onlar üçün dua etməliyik və duada qalib gəlməliyik. Biz onların yanında olmalıyıq. Onlara daha yaxşı qulluq etməliyik. Onlar mübarizə etdikləri zaman təslim olmayın. Çünki onlar mübarizə aparmalıdırlar. Onlar çox mübarizə aparacaqlar. Onlar hələ körpədirlər. Onlara hələ vaxt lazımdır. Onların böyüməsi üçün vaxt lazımdır. Onlara lazımdır ki, biz onlardan çox da asılı olmayaq. Biz onlara Allahı tanımaq üçün vaxt verməliyik. Onların salihlikdə bacarıqları yoxdur. Onlar hələ də günaha batırırlar, səhv edirlər. Onlara süd lazımdır. Onlara öyrətməyimiz və kömək etməyimiz lazımdır. Onlar hücuma məruz qalırlar. Onların dualarımıza ehtiyacları var. Bunu unutmayın. Sonra imanda gənclər var. Gənclər. Əvvəlcə oxuduqlarımız kimi onlar güclüdürlər, şeytana qalib gəliblər. Onlar şeytanın hücumları ilə mübarizə aparıb qalib gəldilər. Daha onlar üçün narahat deyilsiniz ki, onlar bugün, sabah və ya gələn həftə birdən imandan dönə bilərlər. Niyə? Çünki onlar artıq körpəlik dövründən keçiblər. Onlar indi gəncdirlər. Onlar buna artıq qalib gəliblər. Deməli, onlar güclüdürlər və şeytana qalib gəliblər. Onlar artıq bərk yeməyi yeyə bilirlər. Onlarla daha dərinə gedə bilərsiniz. Onlara hər şeyi ətraflı izah edə bilərsiniz. Onlar özləri müqəddəs kitabı yaxşı oxuya bilirlər. Onlar oxuduqlarını başa düşə bilirlər. Onlara sadəcə təlim vermək əvəzinə belə deyə bilərsiniz. Bunu özün oxumağa çalış. Evə get və bunu oxu. Romalılara məktubun bu fəsillərini oxu. Sonra danış görüm, oxuduqlarından nə başa düşdün? Beləliklə onlara hər şeyi öyrətməyə əvəzinə onlara kəlamı verə bilərsiniz. Onlar kəlamdan özləri qidalana bilərlər. Onlar indi ruhən böyüməyi öyrənirlər. Onlar daha çox Allahdan, daha az isə sizdən asılıdırlar. Mən belə deyərdim, körpə uşaq kimidir. Körpə sizdən asılı ola bilər. Bu təbiidir. O hələ körpədir. Onun sənə ehtiyacı var. Onun ətrafda yetkin insanlara ehtiyacı var. İndi böyüyəndən sonra, gənc olanda, yetkinləşəndə sizdən daha az, Allahdan isə daha çox asılı olurlar. Fiziki həyatda da belədir. Nəvəmiz Davud. O, tamamilə ata-anasından asılıdır. Amma onun valideynləri məndən və həyat yoldaşım Lenedən o qədər də asılı deyirlər. Çünki onlar böyükdürlər. Deməli, müxtəlif şeylər var. Sonra imanda atalar var. Körpələr, balaca uşaqlar barədə belə deyərdim. Onları öyrədin. Onlara hərəkət etmək üçün şərait yaradın. Onları müjdəçiliyə aparın. Onlarla fəal olun. Onları özünüzlə missiya səfərinə aparın. Onları maşına mindirin. Özünüzlə missiyaya səfər aparın. Çiyinlərinə çantalarını götürüb sizinlə yola düşsünlər. Birlikdə yola çıxın. Onları təcrübədə öyrədin. Yeni şeylər edərək öyrənsinlər. Sonra atalar var.
Onlar duyğularını xeyirlə şəri ayırt etməkdən ötürü həssas ediblər. Onlar Allahı tanıyırlar. Onlar böyük mənzərəni görürlər. Onlar çox şey öyrəniblər. İndi isə onların öz övladları olur. İnsanlar onlara baxıb nümunə götürürlər. Onlarda ruhun bəhrəsi var. Məhəbbət, sevinç, sülh, səbir, xeyirxahlıq, iman. Buna ehtiyacımız var. Bizə atalar lazımdır. Bizə bugünkü kilsələrdə olan liderlər lazım deyil. Onlar bir qurum olan kilsəyə gedib danışırlar, sonra isə evlərinə gedirlər. Bizə atalar lazımdır. Şeytana qalib gəlmiş, imanı güclü, böyük mənzərəni görən, məhəbbət, sevinç, sülh, səbir, xeyirxahlıq, imanla dolu olan atalara ehtiyacımız var. Atalar olmalıdırlar ki, ətrafdakı uşaqlar onlara baxıb nümunə götürə bilsinlər. Ümid edirəm ki, bu aydındır. Bilirəm ki, çoxlu ayələr oxuduq, çox məlumat var idi. Lakin bu, daha sonra paylaşacağım bəzi şeylərə həqiqətən vacib bir girişdir. Keçən dəfə dediyimiz kimi, bir imanlılar cəmiyyətinin vəziyyətini başa düşməliyik. Biz başa düşməliyik, bu, ruhani uşaqları olmayan bir imanlılar cəmiyyətidir. O zaman onlara ruhani övladları dünyaya gətirməkdə kömək etmək üçün bir müjdəçi lazımdır. Amma çoxlu körpələri olan bir imanlılar cəmiyyəti də ola bilər. Onlara kömək etmək üçün gəlib süd verə biləcək biri lazımdır. Körpələriniz varsa, yeni körpələr tapmaq üçün küçələrə qaçmayın. Çünki imanlılar cəmiyyətində olan körpələr diqqətsiz qalıb əziyyət çəkəcəklər. Sizdə olan körpələrə qayğı göstərin. Əgər imanda gənc olan imanlılarınız varsa, o zaman elə insanlar olmalıdır ki, onları evdən çıxmağa hazırlasınlar. Sizdən daha az asılı olsunlar, Allahdan daha çox asılı olsunlar. Hər bir imanlılar cəmiyyətinin öz səviyyəsi var. Siz həmin o səviyyələrdən birindəsiz. Düşünürəm ki, əgər biz bunu anlamağa başlasaq, şagird hazırlamaqda daha səmərəli olacağıq. Çünki daha gənclərə süd verməyəcəyik. Onlar südlə böyüməyəcəklər. Körpələrə ət verməyəcəyik. Ölə bilərlər. Biz insanları öyrədəndə bəhrə vermədiklərinə görə onlardan ümidimizi kəsməyəcəyik. Ümid edirəm ki, bu aydındır. Dərs sona çatdı. Əgər siz belə bəhrələri olmayan insanlarla qarşılaşsaz, onlara müjdə ilə kömək edin. Onlarla oturun, müjdəni yenidən danışın. Onlara həqiqi tövbəni, həqiqi vəftizi, həqiqi müqəddəs ruhu izah edin. Onları bütün mərhələlərdən keçirin. Nəticədə onlar bəhrə verəcəklər. Sonra onlarda Allahın kəlamına, salihliyə qarşı azlıq, susuzluqları olacaq, ünsiyyətə can atacaqlar. Amma insanlar imanda körpə olanda onlara süd verin, onlara kömək edin. Səbirli olun, onları sevin, onları Allahın kəlamı ilə tanış edin. Deməyin ki, evə gedib müqəddəs kitabı özləri oxusun. Onlarla birlikdə Allahın kəlamını oxuyun, Allahın kəlamını izah edin. İzah edin ki, başa düşsünlər. Onlara ruhani qida vermək lazımdır. Onlar özləri yeyə bilmirlər. Onlara böyümək üçün vaxt vermək lazımdır. Körpədən, cavandan tələb etdiyini tələb etməməlisən. Gənclər isə hərəkətə keçməlidirlər. Onların köməyə ehtiyacı var. Körpələrə izah etdiyiniz kimi onlara da hər şeyi izah etməyin. Onlara kəlamı verib deyin. Get bunu oxu. Siz onlara Allahdan daha çox, sizdən isə daha az asılı olmağı öyrənməyə kömək edin. İmanda ata olsunlar və öz övladları olsun. Bu dərsdə danışmaq istədiklərim bunlar idi. Növbəti dərsdə mən bütün bunları bir araya gətirib yekunlaşdıracağam. Daha praktik məsləhətlər verməyə çalışacağam. Belə vəziyyətlərdə nə edə biləcəyiniz haqqında danışacağam. Görüşləri necə təşkil edə bilərsiniz? İnsanları necə bir araya gətirə bilərsiniz? Bu cür imanlılar cəmiyyətlərini necə təşkil edə bilərsiniz? Sizə nümunələrdə izah edəcəyəm. Allah sizi qorusun.